Stilistlik özü fərqli bir sənətdir. Make-up fərqlidir, saç ustası fərqlidir. Siz vurğularsınız, bunların üçün birləşdirmək lazım deyil. Bəs bunları hər kəs niyə ki, onları birləşdirir ki, yəni bunların üçü birdir. Yəni stilist, make-up, saç ustası hamısı birdir. Bu günləri bütün saç və makyaj ustaları stilist adlanır. Aha. Amma bu düzgün bir şey deyil. Stilist styling geyim üzərində. Aha. Geyimi hazırlayandır. Nə modellerdir, nə bir şey. Məsəl üçün modeller fərqli bir peşədir. Bəli. Modeller geyimi hazırlaya bilər, kolleksiyanı hazırlaya bilər və o hazırladığı kolleksiyanı stilistlərlə bərabər onu hansı formada nümayişə çıxartdıracağını stilistlərlə məsləhətləşir. Necə geyindirəcək, necə onu kombinləyəcək. Stilist hər şeyi kombinləyir. Sonra isə ikinci etap gəlir. İkinci etap bunları hazırlayandan yenə də stilist. Çünki stilist orada artıq rəhbərdir. Gəlir saç və makyaj ustaları ilə paylaşırlar və bütün keçirirlər. Məsəl üçün kolleksiya budur, bu formadadır. Stilist ki, belə bir formada saç. Artıq sən saç stilisti olaraq nə qədər gözəl fantaziyaların olacaqsa, sən artıq təkliflər verəcəksən. Stilistik demək deyirsiniz, tamamilə fərqlidir. Toplam olaraq bir peşənin adını, yəni ki, siz hər kəsə stilist deyib keçmək olmur. Stilistin bir qat fərqliliyi vardır.